Çıxış İdmanı Növləri Federasiyasının dəstəyi və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə böyüklər və uşaqlar arasında xizə yarışı üzrə Heydər Əliyev kuboku keçirildi. 2 gün davam edən yarışın ilk günündə uşaqlar mübarizə apardılar. Artıq 4-cü dəfə təşkil olunan turnirdə qeydiyyatdan keçmiş 6-8, 9-12 və 13-17 yaş kateqoriyaları üzrə 80-ə yaxın gənc xizəkçi nəhəng slalom növündə yarışdı. Turnirin nəticələrinə əsasən 6-8 yaş kateqoriyasında qızlar arasında birinci yerə Nurlana Abdulova, oğlanlar arasında isə Muron Anatışov layiq görüldü. 9-12 yaş kateqoriyasında qızlar arasında Zarina Vəliyeva, oğlanların yarışında isə Mehdi Haktari qalib oldu. 13-17 yaş kateqoriyasında qızlar arasında Ludmila Podgornaya, oğlanlar arasında isə Amin Şıxov birinci yeri tutdu. Turnirin ikinci günündə isə böyüklərin yarışına start verildi. Yarışda 18-22, 23-45, 46-56 və 57 yaşdan yuxarı yaş kateqoriyalarında olan 81 həvəskar xizəkçi öz bacarıqlarını nümayiş etdirdi. Turnirin nəticələrinə əsasən 18-22 yaş kateqoriyasında qadınlarda Valeriya Duchenko, oğlanlar arasında isə İsmail Tağızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. 23-45 yaş kateqoriyasında Anna Vəliyeva ali kürsüdə ilk pillədə qərarlaşdı. Oğlanların eyni adlı kateqoriyasında Ramiz Ağayev birinci yeri tutdu. 46-56 yaş kateqoriyasında qadınların mübarizəsində Sanna Skalabri, kişilərdə isə Azər Quliyev baş mükafata yiyələndi. 57 yaşdan yuxarı kişilərin mübarizəsində isə Azad Kəlbiyev birinci oldu. Bu turnir artıq ənənə halı daşıyıb və fərəhləndirici haldır ki, ildən ilə iştirakçıların sayı artır. Bu il ərzində Şahdağda gedən bütün inkişaf, Şahdağ Turizm Mərkəzinin genişləndirilməsi, böyüməsi idmançıların və həvəskarların da sayının artırılmasına gətirib çıxardıb və 160 nəfərdən çox iştirakçının da qeydiyyatdan keçməsi bunun bir göstəricisidir. Birinci yer qazandım, çox məmnunam. Çox gözəl bir idman növüdür. Həm idmandır, həm istirahətdir. Hər kəsi bu idmanla məşğul olmağa arzu edirəm, tövsiyə edirəm. Hər il keçirilir belə bir yarış, iştirak etmək çox qürur vericidir. Birinci yer tutduğuma görə özümü çox xoşbəxt hesab edirəm. Bu Heydər Əliyev adına kubokdur, 4-cü dəfə keçirilir. Çox böyük məmnuniyyət, çox yüksək səviyyədə təşkil ediblər. Çox böyük həvəslə də, məndə də qrup 60 yaşdan yuxarı qrupdaydıq biz. Biz sürüşməyə mən çoxdan sürüşürəm. Mən hardasa bir 15 il olar sürüşürük. Qeyd edək ki, yarışların sonunda qaliblər kubok və medallarla təltif olundular. Onlara müxtəlif həvəsləndirici hədiyyələr verildi. Xatırladaq ki, yarışın keçirilməsində əsas məqsəd ölkədə xizə idman növünün təşviqi, uşaqlar arasında bu sahəyə marağın artırılması, eləcə də Şahdağ Turizm Mərkəzinin beynəlxalq idman yarışlarının təşkili üzrə təcrübəsinin genişləndirilməsidir. Heydər Əliyev kubokuna yekun vuruldu. Xizəkçilər, böyüklər və balacalar arasında reallaşan yarışda öz güclərini nümayiş etdirdilər.